xeyir, hörmətli tamaşaçılar, İctimai Televiziyanın xəbərlər xidməti efirdə öz işini davam etdirir. Studiyada Ceyhun Əlidir. İTV Xəbər efirdədir. Bir neçə müddət idi ki, Suriyadan müharibə, toqquşma xəbərləri təqdim etmirdik. Lakin ötən gecədən başlayaraq ölkənin bəzi bölgələrində qruplaşan Bəşər Əsəd tərəfdarları təhlükəsizlik qüvvələrinə hücumlar həyata keçirib. Ölkənin Müdafiə Naziri yeni əməliyyatlar əmrini verib, Latakiyada daxil olmaqla bəzi şəhərlərə ağır hərbi texnika yeridilib. Suriyada devrilmiş prezident Əsəd rejiminin tərəfdarları əsasən Latakiya olmaqla sahil bölgələrində təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edib. Suriya İnsan Haqları Müşahidəsi qrupunun yaydığı məlumata görə toqquşmalar nəticəsində 70-dən çox insan həlak olub. Onların arasında təhlükəsizlik xidmətinin əməkdaşları, Əsədə yaxın döyüşçülərlə yanaşı dinc sakinlər də var. Silahlı qarşıdurma zamanı onlarla insanın yaralandığı və əsir düşdüyü bildirilir. Əməliyyatlarla əlaqədar Latakiya və Tartusda komendant saat elan edilib. Dəməşqdən döyüş bölgələrinə tanklar, zirehli transportörlər və reaktiv yayılım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərilir. Biz Hələb vilayətindən Latakiyada təhlükəsizlik qüvvələrinə hücum edən Əsəd qalıqlarını məğlub etmək üçün sahil bölgələrinə doğru irəliləyirik. Bəzi informasiya vasitələrində Türkiyə Silahlı Qüvvələrinin də əməliyyatlara qoşulması və PKK terror təşkilatının Suriya qanadına zərbələr vurması ilə bağlı xəbərlər yer alıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Öncü Keçeli bildirib ki, Suriyada təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün intensiv səylər göstərilir. Belə bir kritik zamanda Latakiya və ətrafında təhlükəsizlik qüvvələrinin hədəf alınması Suriyanın həmrəyliyi ilə gələcəyə daşınması səylərinə zərər verə bilər. Türkiye destekli grupların müşterek kuvvetler olarak adlandırılan Hamza Özel Kuvvetleri gibi unsurların Fırat Kalkanı bölgesinden Laskiye'ye hareket ettiği ve çatışmalara müdahale ettiğini gördük. An itibariyle lokal olarak da zaman zaman çatışmalar devam ediyor. Suriye ordusunda silah bırakmayan unsurlar var. Bunlar bir sistem içinde yer altına inerek varlıklarına devam ediyor. Diğer yandan Tartus ve Laskiye Lübnan sınırına da yakın. Hizbullah ya da Şii milislerin bazı unsurlarında sağda yer altında da olsa faaliyetleri var. Bunlar silahlı unsurlar. Artık yeni bir terör örgütü gibi yeni yönetime karşı eylemde bulunuyorlar. Önümüzdeki günlerde eğer bu çatışmalar bir an önce sonuçlandırılamazsa Alevi-Sünni çatışması haliyle Suriye yönetimini büyük bir kaos beklemektedir. Bu kaosla birlikte etnik ve mezhebi çatışmalarla birlikte bir taraftan da terör unsurlarının yönetime karşı hala teslim olmamaları ülkede yeniden bölünmeleri, yeniden çatışmaları doğurma ihtimali ortada durmaktadır ki Ahmed Eşşara yönetimini zorlu bir süreç beklemektedir. Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrın 8-də Rusiyaya qaçıb. Nəticədə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulub. Əsədi devirən qüvvələrə rəhbərlik edən Əhməd Əl-Şara yanvarın 29-da keçid dövrü üçün prezident elan edilib.